Milyon bizim həyətdə böyüyüb. Neçə illərdir o yuva bizdə durur. Hər il 4-5 göyərçin gəlir, balalayır, uçub gedirlər. Biz o yuvaya əl vurmuruq. Milyon 7 günlük idi biz onu götürəndə. Yoldaşım şpritslə yedizdirirdi onu. Uşaqlarsa pambığın içində onu saxlayırdılar. Karovkanın içində pambıq qoymuşdular. Milyon orada yatırdı durur. Mən əl vura bilmirdim. Belə tüksüz idi, balacaydı da. O lap balaca olan kadrları başqa bir videomda inşallah paylaşaram sizinlə. Sonra bu şəkildə yoldaşım onunla oynayırdı. Uşaqlar İnanırsınız, indi quş deyil, elə bil balaca bir itdir evdə. Bu ilk çinməyidir qabın içində. İndi isə özü başa sala bilir. Gələn videolarda paylaşacağam. Özü gəlir, necə bizə başa salır ki, mən çinmək istəyirəm. Deyirdi, belə otursun, telefona baxsın. Çox sevir telefona baxmağı. Bildi, o balaca canı ilə evə çoxlu sevinç bəxş eləyir. Hamımızı çox sevir. Evə gələnləri tanıyır, tanımayanların qabağına çıxmır, öz yuvasında oturur. Ona yaxınlaşanda mənə belə qanad çalır. Yeganə mənəm ki, evdə bir də mənə bu cürlə davranır. Uşaqlar da deyir ki, mama yəqin hiss eləyir ki, evdə mama sənsən. Mənə çox yazırdılar ki, Milyonu buraxın uçsun, yazıqdır. Amma mən onu buraxa bilmərəm. O bizə öyrəşib, insana öyrəşib. O çölə çıxsa, pişikdən birinci balaca uşaqlar onu yeyəcəklər. O suyu da belə gəlir stakandan içir, elə öyrəşib, qabdan yeyir. Yəni bayıra çıxsa o bir gündə yaşamaz, bir saat da yaşamaz. Uşaqlar ona öyrədi, belə atırıq iqruşkası var, çox sevir bunu. Gəlir özü göstərir, bəzən iqruşkanı başlayır atıb ata bizi tərəfə gətirməyə ki. Yəni gəlin mənimlə oynayın da. Quşlardan Mili daha da yaxşı qidalanır. Küncüt, ağ küncüt, qara küncüt yeyir, hil yeyir, hilin içini sevir, göyərti doğrayanda yeyir, semiçka, bibərin tumlarını, almanın tumlarını, çiyə toxumu yeyir. Pləkanlardan da baxın, düşə bilir. Çağıranda onu. İndi burada əl çalıram gəlir. Amma indi isə Milyon gəl deyən kimin yuxarıdan düşüb özü gəlir. Davamı olacaq. Abunə olmağı unutmayın. Təşəkkürlər.